Kütlələri M1 2 kq, M2 3 kq olan cisimlər tərpənməz blokdan asılmışdır. İpdə yaranan gərilmə qüvvəsini hesablayın. Gərilmə qüvvəsinin düsturu T bərabərdir 2M1, M2 bölünsün, M1 plus M2 vurulsun J. 2 vurulsun, 2 vurulsun 3. Kütlələrin cəmi 5 vurulsun J-də 10'dur. 8, o da 24 Newton. Sarğacın maqnit sahəsinin enerjisinin maqnit senindən asılılığı verilib, induktivliyi tapmaq lazımdır. Fi kvadratı bölünsün 2L bərabərdir maqnit sahəsinin enerjisi. İnduktivliyi tapmaq üçün fi'nin kvadratını 2W maqnitə bölmək lazımdır. 0.2 ilə 0.1'i götürürəm. Tutaq ki 0.2 kvadratı 0.1, burada da 2. Bu ilə bu ixtisar getsə 0.1 qalar. Bunlar da gedər, qalar 0.2 Henry. Sabit temperaturda deyir. Nisbi rütubəti 20% azaltdıqda fi 20% azalsa, havanın müəyyən həcmində olan su buxarının kütləsi. Deməli, fi bərabərdir. Rho bölünsün, Rho 0 vurulsun 100%. Rho'nun yerinə M bölünsün V, Rho 0 vur 100% yazsam. 20% azalıbsa, deməli 100 idi, 20% azalsa 80 qalır. 100'ü də 80'a böləndə 1,25 eləyir. Deməli, nisbi rütubət 1,25 dəfə azalıb, onda gərək kütlə də 1,25 dəfə azalsın. Yəni 1,25 dəfə azalır. Rəqs konturunda harmonik elektromaqnit rəqsləri baş verir. Hansı fiziki cəmiyyətlər zamandan asılı olaraq dəyişir? Deməli, kondensatorun yükü Q bərabər SU, fi bərabər L. Q, U, fi, I. Bunlar dəyişir. Yəni ki, Q dəyişəcək, tam enerji sabit qalır. Daha sonra induktivlik tutum yox, rəqsin tezliyi yox, 1,6. Üfüqi səthi üzərindəki bir cins tirin bir ucuna dinamometr şəkildəki kimi bağlanıb. Dinamometrin göstərişi minimum 120 Newton olduqda tir qalxırsa, onun çəkisi nə qədərdir? Aha, minimum 120 Newton olduqda. Deməli, ağırlığı tən ortasından düşür mj. Burada da dartı qüvvəsi var. Momentlər qaydası. Çubuğun bütöv uzunluğuna L desəm, mj vurulsun. Baxın, bu da dayaqdır. mj vurulsun L böl 2. F bərabər olur mj böl 2. 120. mj bərabərdir 120 vurulsun 2. O da olacaq 24. Qüvvəni istəyir, çəkini istəyir. Çəki elə 240. Qaldırıcı kran cismi. Ağırlıq qüvvəsinin işinin mənfi olmağını istəyir. Onda cisim mj aşağıdır. Mənfi olması üçün deməli, hərəkət yuxarı olmalıdır. Qüvvənin əks istiqamətdə olmalıdır ki, mənfi olsun. Eyni istiqamətdə olanda müsbət olur. Şaquli yuxarı qaldırılanda, potensial enerji artır. İş isə əks işarə ilə potensial enerjinin dəyişməsinə bərabərdir. Aşağıda yox, müsbət olur. Havada üfüqi istiqamətdə hərəkət etdiriləndə ağırlıq qüvvəsi ümumiyyətlə iş görmür. Çünki hərəkətə perpendikulyar olur. Və A da bərabərdir Fs kosinus alfada. Kosinus 90 dərəcədə 0 olur. Elektrokimyəvi ekvivalent K bərabərdir M böl Q. Maddənin elektrokimyəvi ekvivalenti ədədi qiymətcə ionun kütləsinin yükün olan nisbətinə bərabərdir. 2 doğrudur. Maddənin elektrokimyəvi ekvivalenti molyar kütlənin valentliyi olan nisbətidir. Kimyəvi ekvivalenti daha doğrusu. Onda K bərabərdir 1 bölünsün YNA, molyar kütlə bölünsün valentlikdir. K bərabər olacaq 1 bölünsün YNA. M bölünsün N'in dəyərinə X yazaq. Onda kimyəvi ekvivalenti ilə düz mütənasib asılı olur. Tərs yox. Yəni ki, sualda yalnız 2 doğrudur. Verilmiş kütləli ideal qaz üzərində gedən proses PV diaqramında təsvir edilib. Qazın gördüyü işi hesablayın.
PV qrafikində biz işi hesablamaq üçün fiqurun sahəsini tapa bilərik. 100 üstə gəl 300 bölünsün 2 vurulsun. Bu məsafədəki 0.4-dən 0.2-ni çıxanda 0.2 qalır. 0.1 400 vurulsun 0.1 bu da eləyir 40. Sabit gərginlik mənbəyinə qoşulmuş kondensatorda U konstant olur. Kondensatorun enerjisini veriblər 120 millijoule. Onun lövhələrinin arasına nüfuzluğu 6 olan dielektrik tam doldurduqda Cu kvadratı bölü 2-ni seçməliyik. Qoşulmuş dövrədir. Epsilon 0, epsilon S bölü D, U kvadratı. Epsilonla düz mütənasib asılı olur. Yəni 6 dəfə artır. 120-ni 6-ya vururam. Eləyir 720. Yəni ki 120 idi oldu 720 600 millijoule artar. B variantı. Sıxlığı məlum olan mayenin qabın dibinə etdiyi təzyiq qüvvəsini hansı cihazın köməyi ilə təyin etmək olar? Rho, J, H, S-dir. Rho məlumdur, J məlumdur, H, S lazımdır bizə. Onlara da ki, areometr sıxlığı ölçür, manometr təzyiq ölçür, termometr temperatur, barometr təzyiq ölçür, ölçü lenti ilə ölçüləri təyin etmək olar. İşıq şüasının düşmə bucağını hesablayın. Deməli, bura düşmə bucağıdır. Deməli, sınma bucağını verib 35 dərəcə. Bura isə 15 dərəcə. Əgər işıq şüası sınmadan keçsəydi, onda belə gedərdi. Bu formada həmin bu qırıq-qırıq xət üzərindən gedərdi. Bu, elə bax, budur da. Əgər sınmadan keçsəydi. Onda orada neçə yazıb? 15, 35, üstə gəl 15. 50 olacaq. Burada deməli 50-dir. Koordinat tənliyini verib 4 minus 10t üstə gəl 3t'nin kvadratı. Onun təcilinin x oxu üzrə proyeksiyası nəyə bərabərdir? Deməli, bundan bir tərtib teoremi alıram. -10 üstə gəl 6t. Bu mənə verir sürətin proyeksiyasını. Bundan da bir tərtib teoremi alsam, bu da mənə təcili verəcək. Belə. Maddi nöqtə radiusu R bərabərdir 2 metr olan çevrə üzrə hərəkət edir. Radius vektorun dönmə bucağının zamandan asılılığı fi bərabər 4t'dir. Yəni fi bərabər omega t. Omega deməli 4'dür. Xətti sürət V bərabər omega R ilə tapıla bilər. 2-ni vuraram 4'ə, bu da olar 8. Cismin kinetik enerjisinin dəyişməsi. Çevrə boyunca bərabər sürətlə hərəkət zamanı sürətin qiyməti dəyişmir. Ədədi qiyməti dəyişmir. İstiqaməti dəyişir. Kinetik enerjidə skalyar kəmiyyət olduğuna görə deməli dəyişməsi 0 olacaq. Deməli, uclarındakı gərginliyi 8 volt olan düz naqil induksiyası B bərabər 0.4 Tesla olan maqnit sahəsində induksiya xətlərinə perpendikulyar yerləşib. Uzunluğu da verib 0.3 metr, müqaviməti də verib 2 ohm, amper qüvvəsini bizdən soruşur. Deməli, F amper bərabərdir, bildi. Sinus alfanı yazmıram, çünki perpendikulyar yerləşmişdir. 0.4'ü vuracam 0.3'ə. I yoxdur, heç nə olmaz. I bərabər U böl R var da, oradan tapa bilərik. 8 bölünsün 2. 0,48 Newtondur. Milli 10 üstü mənfi 3'dür. 480 elə bir ki vurulsun. 1000'də 1. Baxın, elə bizdə 0,48 almışıq. Yəni milli ilə veriblər cavabı. Müsbət Q yükü bir cins elektrik sahəsində ABCDA qapalı trayektoriyası üzrə hərəkət etdirilir. Hansı hissədə sahənin gördüyü iş müsbətdir? Müsbət iş görməsi lazımdır. Deməli, ekvipotensial səth boyunca hərəkət zamanı iş görülmür. Ya AB'dir, ya da C'dir. O da ki, müsbət yük. Elə bir sahə belədir, intensivlik xətti belədir, müsbətdən mənfiyə. Müsbət yük sahə istiqamətində hərəkət eləyəndə yeyinləşən hərəkət edir, müsbət iş görülür. Yəni AB hissəsi. CD-də amma yavaşlayanda orada mənfi iş görəcək. Yarımkeçirici kristala akseptor aşkar daxil etdikdə elektronların sayı donorda artır.
Bu doğrudur. P tip, aha, bu da doğrudur. N tip yox, o elektronlardadır. 2 və 3. Aha, T bərabərdir 2T veriblər bizə. Yer dəyişməsi nə qədər olar? Tam periyodun 2 mislidir də. Başladığı nöqtəyə geri dönür yer dəyişməsi. 0 olmalıdır yer dəyişmə tam periyodda. Newton bölünsün kiloqram. F bölünsün M-dir. Bu bizə təcil də verə bilər. J-ni də verə bilər. İntensivlik, xətti sürət yox, sərbəst düşmə təcili, mexaniki iş yox. 1-3 bərabər 6 minus 3T. Hansı qrafik bu konturda yaranan induksiya EHQ-sının modunun zamanın asılılığına uyğundur? Modulun. Aha, EHQ fiilin törəməsidir. Fiildən törəmə olacaq. Deməli, mənfi fiilin zamana görə törəməsi. Orada da mənfi 3T-nin törəməsi mənfi 3 verəcək də. 6-nın da törəməsi 0-dır. 3 də sabit olmalıdır. Belə. Modulu deyir onsuz da. T bərabərdir 2πm bölünsün QB-dir. Burada sürət yoxdur. Ona görə T dəyişməz. Mərkəzə qaçma təcili A bərabər F bölünsün M, o da bərabər QVB bölünsün M-dir. Onda sürəti azaltdıqda təcil azalır. Sabit cəryan mənbəyinə qoşulmuş lampalardan hansıları yanar? Kondensatorun yanındakı lampa yanmayacaq, yükü toplayır. Rezistorun yanındakı lampa yanacaq. Aha, burada tək ayrı qoşulan da yanar. L1-dən L2. Exolotdan göndərilən siqnal 0.8 saniyə sonra dənizin dibindən əks olunaraq qəbul edilir. S bərabər olacaq VT bölü 2. 1500 vur 0.8 bölü 2 0.4. 600. Sürəti verib 100. Kütləni də verib 0.4. Cisim 2 hissəyə parçalanır. Kütləsi 0.3 kiloqram olan böyük hissə bu qədər əvvəlki istiqamətə uçur. Kiçik hissənin sürətinin modunu hesablayın. Əvvəlki istiqamətə uçur. Cisim 2 hissəyə parçalanır. Deməli, bu istiqamətdə tutaq ki, hərəkət edir. Kütləsi 0.3 kiloqram olan böyük hissə 200 metr bölü saniyə sürətlə əvvəlki istiqamətdə uçur. Yəni, qəlpələrdən birisi belə gedir. Onda bu birisi necə gedər? Baxaq da. Sistemin impulsu saxlanmalıdır. Əvvəl nə qədərdir? Tutaq ki, mən bunun özünün istiqamətini, x-oxu istiqaməti qəbul edirəm. 100 vur 0.4. Bu eləyəcək 40. İmpuls 40-dır. İndi o birisinin impulsunu tapıram. Ondan eyni istiqamətdə olanın impulsu 200. Bu da eləyəcək 60. Aha, 60, amma 40 idi. Deməli, 40 bərabərdir 60 üstə gəl P. P-nin də mən alacağım mənfi 20. Mənfi 20 aldım. Onda demək ki, modulunu hesablayın deyir, elə 20 olacaq. Yox, sürəti istəyir. Mən amma impulsu tapmışam. Aha, deməli, impulsun modulu ədədi qiyməti 20 olacaq. Onun da kütləsi nə qədərdir? 0.4-dən 0.3-ü çıxıram, qalır 0.1. Bunu da bölürəm 0.1-ə. Bu da eləyəcək 200. Yerin cazibə sahəsində şaquli hərəkət edən cismin koordinatının zamanın asılığı verilmişdir. Hansı ifadələr doğrudur? Maksimum qalxma hündürlüyü qrafikdən görürük 20-dir. Qalxma müddəti də 2 saniyədir. Uçuş müddəti 4 saniyədir. Deməli, başlanğıc sürəti JT qalxmadan 20 metr bölü saniyə olacaq. İndi nə istəyir? Cisim şaquli yuxarı atılmışdır. Aha, y-oxu istiqamətində hərəkət edir, sonra da əksinə. Düzdür. Cisim müəyyən hündürlükdən şaquli aşağı atılmışdır. Yox, aşağı hərəkət yeyinləşən olardı, amma bu yavaşlayandı. Uçuş müddətində yer dəyişməsi 20 metr olub. Yox, 0-dır. 20 buradan başladı, elə burada da gəlib düşüb də. 0-da başlayıb, 0-da da bitib. Getdiyi yol, 20 üstə gəli 20, 40 olacaq, düzdür.
Maksimum qalxma hündürlüyü 40 metr. Yox, 20 metrdir qrafikdən görsənir. 1 və 4. Elektromaqnit dalğasının tezliyini tapın. Dalğa uzunluğunu verib 150 metr. Lambda bərabərdir ST, o da bərabər S böl New'dur. New'nu soruşur. S böl lambda. Diqqətli olaq. 3 vurulsun 10 üstü 8-i bölmək lazımdır 150-yə. O da olacaq. Burada qalır deməli 5. Ondan bir dənəsini götürüb bir dəqiqə bunu da aparaq 10 üstü 7 qalsın. Bir dənəsini də götürək 10 üstü 6 qalsın. O bir dənə qıraqdakı 10-u 5-ə bölək və 10 üstü 6-nı yanında yazaq. Cavabı mega ilə istəyir. Hələ 2 olacaq. Sonra sabit kütlə M bərabərdir konstant bir atomlu ideal qazın təzyiqinin mütləq temperaturdan asılılığı verib. Aha, AB hissəsində izotermik prosesdir. T konstantdır. Təzyiq azalıb, deməli həcm artıb. O izotermik genişlənmə olmalıdır. Temperatur konstantsa daxili enerjinin dəyişməsi verilmiş kütləli ideal qazda 0-dır. Gördüyü iş isə həcm artdığı üçün qazın işi müsbət olacaq. Aha, indi baxaq. Daxili yox, qazın gördüyü iş mənfi yox, qazın daxili enerjinin dəyişməsi yox, qaza verilən istilik miqdarı onun daxili enerjisi yox. Gördüyü işə bərabərdir. 1 üçün Y variantı uyğun gəlir. Aha, çünki təkcə iş qalır. Q bərabərdir. Delta U plus A aştırıqda təkcə iş qalır. Temperatur sabitdir. BS hissəsi ikinci proses. V konstantdır, izoxar prosesdir. Qızmadır, daxili enerjinin dəyişməsi müsbət olacaq. Çünki temperatur artır, təzyiq artır. Həcm sabit qalır, konsentrasiya da sabit qalır, həmçinin sıxlıq da sabit qalır. İndi qazın daxili enerjisi yox, azalmır. Yox. İzoxar prosesdir. Qaza verilən istilik miqdarı daxili enerjinin dəyişməsinə bərabərdir. Aha, çünki iş sıfırdır da burada həcm dəyişməsi iş sıfır olur. Bu getdi. Sonra CD hissəsi izobar prosesdir. P konstant qalır orada. Temperatur artıb. Deməli, həcm də artıb. Qaz müsbət iş görür. Daxili enerjinin dəyişməsi də müsbətdir. 60% buna sərf olunur. 40% də buna sərf olunur. İndi uyğun variantlar. Azalmır, yox. Qızmadır, niyə azalsın? Qazın gördüyü iş mənfi yox. Həcm artır. Qazın daxili enerjisinin dəyişməsi qazın gördüyü işdən 1/5 dəfə çoxdur. Bəli, bu doğrudur. Şagirdlər fizika dərsində rezistorla lampanı ardıcıl şəkildə birləşdirdilər. Deməli, rezistor və lampanı birləşdiriblər. EHQ-nı veriblər 16 volt. Daxili müqavimət 1 ohm olub. Müsbət, mənfi. Ampermetrin göstərişi harasa ampermetr qoşuruq. Göstərişini veriblər 2 amper. Voltmetrin göstərişi 8 volt. Mənbə şəkil var. Ampermetrin göstərişi 2 amper. Ayrılın gücü soruşur. Yəqin voltmetr lampaya qoşulub. 8 voltluq voltmetr. Yəni ki, orada U bərabərdir EHQ minus IR. Mənbənin gərginliyini hal-hazırda tapası olsaq 16-dan 2 vurulsun daxili müqaviməti çıxan da 14 volt qalır. Onda yəqin lampaya qoşub və lampanın gərginliyinin 8 volt olduğunu deyir. Onda rezistora qalır 6 volt ki, cəmi 14 eləsin. Lampada ayrılan gücü də tapmaq üçün I kvadratı R düsturumuz var. 2 vurulsun. Yox, bundan tapmayaq. I U ilə tapaq çünki. Aha. I neçədir? 2-dir. Verilənlərə görə U da 8-dir. Vuranda olacaq 16 watt. Bu belə. Gücü təyin etmək üçün ampermetr, voltmetr dövrəyə necə qoşulmalıdır? Ampermetr ardıcıl, voltmetrdə lampaya paralel qoşulmalıdır. Rezistorun müqaviməti daha böyük olan rezistorla əvəz etdikdə lampanın parlaqlığı necə dəyişər? Deməli, dövrədəki cəryan I bərabərdir. EHQ bölünsün R ümumi plus R'dir. Ümumi müqavimət azalacaq. Rezistorun daha böyük olan rezistorla əvəz etdikdə ümumi müqavimət artacaq. Daha doğrusu, cəryan azalacaq. Cəryan azaldığı üçün güc də azalacaq. Ona görə parlaqlıq azalacaq. Yəni, P bərabərdir I kvadratı R. Amma bundan baxsaq, biraz problem ola bilər. Çünki müqavimət də dəyişib də rezistorda.
Amma lampanın parlaqlığını soruşur. Hə, problem yoxdur. I kvadratı R-lə deyə bilərik ki, lampanın onsuz da müqaviməti dəyişməyib ki, sadəcə deməli cəryan dəyişib.